Donald Trump növbəti dəfə prezident seçiləndən sonra Amerika Birləşmiş Ştatlarının Qrenlandiya ilə bağlı iddiaları yenidən gündəmə gəldi. Buna səbəb kimi milli təhlükəsizlik göstərilir. Məhz ABŞ-nin vitse-prezidenti James David Vance və digər yüksək səviyyəli Amerikalı rəsmilərin Qrenlandiyaya səfəri də bu marağın ciddi olduğunu göstərir. Bəs Trump buzlu adanı niyə istəyir? Qrenlandiya doğrudan da ABŞ-yə birləşdirilə bilərmi? Bu halda hansı nəticələr ortaya çıxar? Mərahim Nəsib mövzunu yerli və xarici ekspertlərlə araşdırıb gəlin izləyək. Qrenlandiya strateji və iqtisadi baxımdan çox vacib bir regiondur. Trump administrasiyasının bu əraziyə maraq göstərməsi də təsadüfi deyil. Qrenlandiya Arktikanın qapısı hesab olunur və Şimal Buzlu Okean ilə Atlantik Okean arasında yerləşir. Amerika Birləşmiş Ştatlarının bu regionda hərbi bazası da var ki, bu da Rusiya və Çin kimi böyük gücləri izləmək üçün vacibdir. Nəzərə alsaq ki, ada soyuq müharibə dövründə də Amerika Birləşmiş Ştatları üçün strateji nöqtə olub. Deməli, indi Arktikada artan geosiyasi rəqabət onu daha da önəmli eləyir. Qrenlandiya həm Şimali Atlantikaya çıxış, həm Rusiya, həm də Çinin Arktika geosiyasətinin kəsişməsidir. Ada həm də qlobal super güclər arasında texnoloji yarışın həlledici elementi olan nadir torpaq mineralları ilə zəngindir. Bundan əlavə, Amerika Birləşmiş Ştatları regionda raketdən müdafiə və kosmik müşahidə üçün əsas qurğu olan hava bazasında hərbi mövcudluğunu qoruyub saxlayır. Vaşinqtonun nöqteyi nəzərindən Qrenlandiya üzərində nəzarətin gücləndirilməsi böyük strateji qələbə olardı. Çünki bu, Amerika Birləşmiş Ştatlarına həyati əhəmiyyətli təchizat zəncirlərini təmin etməyə, hərbi potensialını genişləndirməyə və Arktikada həm Çinin iqtisadi müdaxilələrinə, həm də Rusiyanın hərbi fəaliyyətlərinə qarşı tarazlıq yaratmağa imkan verəcək. Qrenlandiyada təkcə mineral ehtiyatları yox, uran, neft və nadir təbii ehtiyatlar mövcuddur. Xüsusilə nadir torpaq elementləri yüksək texnologiyalı sənayədə kritik rol oynayır. Həmçinin qlobal istiləşmə nəticəsində Arktikada buzlar əridikcə yeni dəniz yolları açılır. Bu da Amerika Birləşmiş Ştatlarına ticarət və hərbi üstünlüklər qazandıra bilər. Çin və Rusiya da bu regionda aktiv fəaliyyət göstərir. Ona görə də Vaşinqton Qrenlandiyanı öz təsir dairəsində saxlamaq istəyir. Amerika bu coğrafyada tek başına hakim olmasın diye Çin, Rusya ve diğer çıkarı olan ülkeler Amerika'ya karşı Danimarka'nın yanında yer alabileceği kuvvetle muhtemel görülmektedir. Grönland buzulların erimesiyle birlikte yakın gelecekte tarım ve hayvancılığa elverişli sahaların geniş bir coğrafya oluşturacağı ve aynı zamanda hidroelektrik santralleri için olanak sağlayacağı bilinen bir bölgedir. Yine transatlantik ve deniz ticaretinde önemli bir kavşak noktası olması nedeniyle stratejik bir öneme haizdir. Böyle bir coğrafyayı Amerika'ya kaptırmak istemeyecek olan küresel nizam, Danimarka'nın yanında Amerika'ya karşı yer alacaklarından dolayı bu coğrafya küresel bir çatışmayı doğurur mu sorularını akıllara getirmektedir ki bunlar ancak zamanla yaşanıp görülecektir. Qrenlandiya Danimarkanın muxtar bölgəsidir. Lakin Birləşmiş Ştatlar bu ərazi ilə birbaşa daha sıx əlaqələr qurmaq istəyir. Trump administrasiyası hətta 2019-cu ildə Qrenlandiyanı almaq təklifi ilə çıxış eləsə də, Danimarka bunu rədd eləmişdi. Yəni, Qrenlandiya Amerika Birləşmiş Ştatları üçün həm hərbi strateji, həm iqtisadi, həm də geosiyasi baxımdan çox əhəmiyyətli olduğu üçün, həm də Çin və Rusiyanın bu bölgədə artan təsiri Vaşinqtonu daha da aktiv hərəkət etməyə vadir eləyir. İlk növbədə Birləşmiş Ştatlar gələcək dövrə yönəlik dünya rəqabəti fonunda çox ciddi şəkildə həm ərazi vahidinə sahib olmaq istəyir ki, zaten öz ərazisi də böyükdür. Amma həmin ərazilərdə yerləşən, xüsusilə də təbii sərvətlərlə zəngin bölgələrə sahib olmaq yəqin ki, dünya müharibəsində ona çox lazım olacaq. Amma strategiya baxımından isə Qrenlandiya biz Amerika Birləşmiş Ştatlarının Arktika strategiyasının tərkib hissəsi kimi baxmalıyıq. Arktikada da Rusiya ilə birgə rəqabətə doğru ciddi bir irəliləmə müşahidə edəcəyik. Amma şübhəsiz ki, burada Çinin də mövqeyi çox önəmlidir. Bütün bunları nəzərə alsaq, Birləşmiş Ştatların Qrenlandiyanı tamamilə ələ keçirməsi nə qədər mümkündür? Əvvəlcə onu qeyd eləyək ki, Qrenlandiya rəsmi olaraq Danimarkanın muxtar bölgəsidir və beynəlxalq hüquq çərçivəsində Danimarkanın razılığı olmadan başqa bir dövlətin bu əraziyə sahib çıxması qeyri-mümkündür. Əks halda bu işğaldır. Yəni birinci maneə beynəlxalq hüquqdur. 1979-cu ildə əraziyə məhdud suverenlik verilib. Danimarkanın keçmiş müstəmləkəsi 21 iyun 2009-cu ildə müstəqilliyini elan edib. Hazırda isə əhali tam müstəqillik ideyasını müzakirə edir. Qrenlandiya öz təbii sərvətlərindən gəlir əldə edərək tam müstəqil olmaq istəyir. Bu, Vaşinqton üçün ikinci maneədir. Danimarka NATO üzvü olsa da
Qrenlandiyanı Birləşmiş Ştatlara təhvil vermək siyasi və iqtisadi baxımdan məntiqli deyil. Eyni zamanda Avropa İttifaqı və digər qərbli müttəfiqlərin də belə bir addıma qarşı çıxacağı şübhə doğurmur. Bu isə Birləşmiş Ştatlar ətrafında ciddi qarşıdurmalara gətirib çıxara bilər ki, bu da üçüncü əngəldir. Dördüncü və əsas problemlərdən biri isə Çin və Rusiyanın mümkün maneələri ilə bağlıdır. Belə ki, hər iki ölkə Arktikada aktiv rol oynayır və Qrenlandiyanı Birləşmiş Ştatların tam nəzarətinə keçməsi onların maraqlarına uyğun deyil. Xüsusilə Çinin Qrenlandiyada iqtisadi varlığını artırması fonunda Birləşmiş Ştatların bu ərazini tam ələ keçirməyə çalışması böyük güclər arasında gərginliyi artıra bilər. Bu baxımdan tam nəzarət olmasa da Birləşmiş Ştatlar Qrenlandiyada iqtisadi təsirini artırmağa çalışır ki, bu istiqamətdə mümkün addımlar da atılır. Bir sözlə, hüquqi, siyasi və beynəlxalq maneələr səbəbindən Birləşmiş Ştatların Qrenlandiyanı tamamilə ələ keçirməsi indiki mərhələdə mümkün görünmür. Bu baxımdan Vaşinqton iqtisadi və hərbi təsirini artıraraq regionda dominant güc olmağa çalışır. Amerikalılar de facto da olsa uzun müddətdir ki, Qrenlandiyaya nəzarət edirlər. Orada böyük bir ABŞ hərbi hava qüvvələri bazası var və həmin baza bütün Atlantik regionuna və Şimal qütbünə nəzarət edir. Qrenlandiyada əhəmiyyətli dərəcədə təbii resurs var və bu resursları əldə etmək üçün onlar üçün çox asandır. Çünki adanın təxminən 56 min nəfər əhalisi var. ABŞ hərbi hava qüvvələrinin ərazisindəki bazasında isə 800 əskər. Ona görə də yerli əhali ilə bağlı hər hansı ciddi problem olmayacaq. Lakin bunun beynəlxalq səviyyədə necə rəsmiləşdirilməsi əsas sual olaraq qalır. Bəs belə olan halda Trumpın Qrenlandiya ilə bağlı təhdidləri nə qədər davam edə bilər? Bu isə bir neçə amildən asılıdır. İlk növbədə Trump hakimiyyətdən gedənə qədər bu məsələ onun arzuladığı kimi nəticələnməsə, yeni administrasiyanın necə davranacağı da sual altındadır. Digər tərəfdən Danimarka Birləşmiş Ştatların təzyiqlərinə qarşı müqavimət göstərməyə davam eləsə, Qrenlandiyadan müstəqillik ideyasını gücləndirsə, Trump administrasiyası bu dəfə müstəqil bir Qrenlandiyanı öz təsiri altına salmaq üçün iqtisadi və siyasi təzyiqlərini artıra bilər. Məhz bu təhdidləri də nəzərə alaraq Çin və Rusiya Trumpın siyasətini balanslaşdırmaq üçün Qrenlandiya ilə daha yaxın iqtisadi əməkdaşlıq apara bilər. Bu həm də Vaşinqtonun Avropa İttifaqı ilə münasibətlərini daha da gərginləşdirə, NATO daxilində Birləşmiş Ştatların təsirinin azalmasını gətirib çıxara bilər. Çünki Trump əvvəllər də, indi də NATO-ya və Avropa İttifaqına qarşı tənqidi mövqeyidədir. Ən dəhşətlisi isə Qrenlandiyanın praktik olaraq yeni geosiyasi qarşıdurmanın mərkəzi ola biləcəyi ilə bağlıdır. Trump bu bölgə üzərində hakimliyi təmin etmək üçün bütün variantları məqbul hesab edir. Rusiya-Ukrayna müharibəsinin, Yaxın Şərq müharibəsinin nizamlanması üçün özünü vasitəçi, sülhpərvər təqdim edən lider, həm də hərbi ritorikanı da burada istisna etməməklə Danimarka rəhbərliyinə də mesajlar ötürür və bu digər tərəfdən Avropa İttifaqında da böyük narahatlıqlar yaradır. Yəni Amerika Birləşmiş Ştatları əgər bir koalisiyada NATO kontingenti çərçivəsində təhlükəsizlik çətiri təmin edirsə, daha sonra Avropanın bir parçasını özünə birləşdirmək mahiyyətini irəli sürürsə, bu elə təhlükənin qərbdən gəlməsi anlamını verir. Bir sözlə, Trumpın təhdidlərinin nə qədər davam edəcəyi hakimiyyətinin son 3 ili qədərdir. Nəticə isə Danimarka və Qrenlandiyanın mövqeyi, eləcə də qlobal güclərin reaksiyasından asılıdır. Bu baxımdan Qrenlandiya məsələsinin hər dəfə gündəmə gəlməsi ABŞ, Avropa, Çin, Rusiya münasibətlərində gərginliyin artmasına səbəb olacaq. Mərahim Nəsib, Samir Rəsulov xüsusi olaraq Diqqət Efir üçün.